istəkli tamaşaçılar, yenidən evlərinizin qonağıyıq. Aşıq Pəri Məhəddisinin necə çox istədiyinizi sizlərdən gələn məktublar və mesajlar deyir. İnanın ki, arada bir ay fasilə verdik çəkilişlərimizə. Nə qədər bizə mesajlar yazdınız, zənglər elədiniz ki, Aşıq Pəri Məhəddisi niyə efirə getmir? Bax, gəldik yenə evlərinizin qonağıyıq. Hələ çox sizin evlərin qonağı olacaq. Meydanı saza və sözə verirəm. Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin rəhbəri Sevil Ədalət buyursun. Azərbaycanın boynunda tapıram dinçliyimi mən. Ömrümü yazısan Azərbaycanın, baxdıqca doymuruq gözəlliyindən, baxdıqca doymuruq gözəlliyindən. Könlümün gözüsən Azərbaycanın, cənnətin özüsən Azərbaycanın. Könlümün gözüsən Azərbaycanım, cənnətin özüsən Azərbaycanım. Düşünmüşəm olsam da harda, gözüm yoxdur nə dövlətdə nə var da. Səni düşünmüşəm olsam da harda, ovunmur ürəyim özgə diyarda, ovunmur ürəyim özgə diyarda. Qəlbimin közüsən Azərbaycanım, cənnətin özüsən Azərbaycanım. Qəlbimin közüsən Azərbaycanım, cənnətin özüsən Azərbaycanım. Şöhrətin, dillərdə dastandır əzmin qüdrətin. Dünyanı dolaşır şanın şöhrətin, dillərdə dastandır əzmin qüdrətin. Olsa hansı yerdə sən kifayətin, olsa hansı yerdə sən kifayətin. Söhbəti sözüsən Azərbaycanım, cənnətin özüsən Azərbaycanım. Söhbəti sözüsən Azərbaycanım, cənnətin özüsən Azərbaycanım. İnanın bir kimsə ovuda bilmir, baharda bənövşə bitəndə məni. Alır ağuşuna qüssə kədər qəm, quşlar cəhcəh ilə ötəndə məni. Meylimi salmadım dövlətə vara, hər zaman qul oldum bir düz ilqara. Bircə təvəqqim var qoyun məzara, əlim o torpağa yetəndə məni. Zaman saçlarına salsa da dəni,
Çox aciz bilməyin siz pərvanəni. Xudam yox eyləyər bu dərdi qəmi. Bir gün taparsınız vətəndə məni. Bir gün taparsınız vətəndə məni. Vətən həsrətli Tərxanın Müseyib qızı buyursun. Xalqımın dəyərli qızı Pərvanə xanım, məclis boyu qürurlanıram. Azərbaycanıma xas olan bütün dəyərlər bu məclisdə incilənir. Var olasan Azərbaycanımın mələk gözəli. Gün o gün olsun, miskilimiz tamamilə yox olsun. Amin. O gün bir an belə çıxmır yadımdan. Göyçə, səndən yana-yana ayrıldıq. Bir də dönməyimiz ola olmaya. Bu niskili qana-qana ayrıldıq. Qəlbim qan ağladı. Baxanda sənə, seyr etdim dağları mən dönə-dönə. Görəsən güzarım düşərmi yenə? Üz çevirəm Gülüstana, ayrıldıq. İndi kimdən alım? Söylə sorağın. Həsrətin çəkirik o gözəl anın. Tərxanım olarmı bir də qonağın? Ümid qalıb bir gümana ayrıldıq. Göyçə, səndən yana-yana ayrıldıq. Var ol elim. İnşallah ki Göyçəyə qovuşmaq sevincini yaşayarıq. İnşallah. Gənc aşığımız Gülüstan Tovuzlu buyursun. Dünyanı həvəslə dolanan səyyah, dünyanı həvəslə dolanan səyyah, dost tanış olmağa Tovuza gəlsin, dost tanış olmağa Tovuza gəlsin. Baxıb bu yerlərin cah-calalına, baxıb bu yerlərin cah-calalına, xəyala dalmağa Tovuza gəlsin, xəyala dalmağa Tovuza gəlsin. Qoyunlu quzulu Kür qırağında, qoyunlu quzulu Kür qırağından, çiçəkli böhrəli bağça bağında, çiçəkli böhrəli bağça bağında, yaslı təpələrin lap ayağından, yaslı təpələrin lap ayağından, dağa ucalmağa Tovuza gəlsin, dağa ucalmağa Tovuza gəlsin, xəyala dalmağa Tovuza gəlsin. İsa çox igidin sözü burdadır, Odular ölkəsinin közü burdadır, Odular ölkəsinin közü burdadır, bütün gözəlliyin gözü burdadır, bütün gözəlliyin gözü burdadır, duyub həz almağa Tovuza gəlsin, duyub həz almağa Tovuza gəlsin, xəyala dalmağa Tovuza gəlsin. Xoş gəlsin, xoş gəlsin, xoş gəlsin, xoş gəlsin, xoş gəlsin, xoş gəlsin, xəyala dalmağa Tovuza gəlsin, duyub həz almağa Tovuza gəlsin. Çox sağ ol qızım, uğurlar arzulayıram sənə.
Meydanı yenidən sözə verirəm. Bu xanımı xüsusi təqdim etmək istəyirəm. Çünki Neftçaladandır. Aşıqpərinin yaradıcısı Narınc xatının yerlisidir. Bu yaxınlarda bilənlər bilir ki, Narınc xatının 95 illik yubileyi təntənəli surətdə Rəşid Behbudov adına mahnı teatrında qeyd olundu. Gülnarə Zeynalova da o tədbirdə iştirak edirdi. Çox gözəl çıxış elədi. Gülnarə xanım, sənə uğurlar arzulayıram. Buyur. İnsanlar sevdikcə gözəlləşirlər. Ömürlər bənzəyir saz həyatına. Hərəsi bir rəngdə çiçəklənirlər. Gözəllik saçırlar yaz həyatına. Qoymayaq gözəllik yox olub getsin. Nifrət saf sevginin yerinə keçsin. Yaxşılar bəs nədən yamanı seçsin? Niyə zəhər saçsın öz həyatına? Həyat çox gözəldir, düşünüb yaşa. Gözəllik donuna bürünüb yaşa. Çalış ki, qismətin dəyməsin daşa. İnci tək düzülsün söz həyatına. Gülnarə, qürurun səni qorudu. Qətiyyət göstərdin, dedin düz budur. Qarşında namərdlər baş əydi durdu. Dəymədi bədnəzər göz həyatına. Aşıqpəri məclisinin sədr müavini, gözəl, bir-birindən gözəl şeirlər müəllifi Südabə İrəvanlı. Buyur. Dünya şöhrətli Nizami Gəncəvi yazır ki, eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin. Amma bu eşqin əzabı da yaman olur ha. Həsrət dolu bir şeir söyləyəcəm. Yenə həsrətimə köklənib könlüm, yenə də ürəyim közəbələnib. İçimdən boylanan zülmət gecələr, dilimdə sızlayan sözə bələnib. Yenə səni gəzir, səni arayır, qadağa qoysam da duyğularıma. Qapım qıfıllıdır, pəncərəm bağlı, de necə gəlirsən yuxularıma. Yenə xəyalınla öpüşürəm mən, məhəbbət cücərir göz yaşlarımda. Kipriyim gözümə pərdə çəkibdi, səni tanıyarlar baxışlarımda. Yenə darıxıbdı qucağım sənsiz, bu eşqin əzabı bitəsi deyil. Ruhuma sarılır, qanıma keçir, məni öldürməmiş ötəsi deyil. Yenə tüstü çıxır can otağımdan, bir dönük sevdanın közü can verir. Ovda bilmirəm dəli könlümü, bu gecə Südabə özü can verir. Çox sağ ol, hər zaman bədnəzərdən uzaq olasan. Bizim dəcəl qızımız Dərya Mərdanzadə buyursun.
Hər birimizin sevimlisi, gözəl söz müəllifi Əsnay Qarabağlı çoxdandır yoxdur sıralarımızda, darıxmışıq onun üçün. Buyur. Mənimlə hərlənən dərdimin yükü nə elədim düşmədi, belimdə qaldı. Zamanın sitəmi, zamanın zülmü yaddaşdan silinməz ilimdə qaldı. Kədərlər içində üzüldüm özüm. Ölüncə yandırar sinəmi közüm. Qardaş məzarına yaş tökdü gözüm. Laylalar dolaşıb dilimdə qaldı. Daş üstə yoxudu bir dənə daş da. 30 il həkk olub qaldı yaddaşda. Kəndini görmədən öldü qardaş da. Danışıb gülməyi elimdə qaldı. Həsrət bürümüşdü sağ və solumu. Boynuma doladı kədər qolunu. Göz yaşım yanaqdan saldı yolunu. Ağrılar, acılar telimdə qaldı. Baxmadı gözümün qanlı yaşına. Zəhərin elədi bişən aşıma. Fələk öz zərbəsini vurdu başıma. Qərib məzarlarda ölüm də qaldı. Köksümdə ürəyim para-paradı. Çarəsi tapılmaz çirkli yaradı. Əsnayam qədərim, yazım qaradı. Qələm də duruxdu, əlimdə qaldı. Qələm də duruxdu, əlimdə qaldı. İllərdir ki, Zəngəzurum deməkdən daha qabar olub dilim ay vətən. Artıq duyğularım dolaşıq düşüb, qələm də tutmur, əlim ay vətən. Sənsiz qərinəni yola salmışıq, həsrətindən gözü yolda qalmışıq. Gör nə vaxtdır pərən-pərən olmuşuq, səni arzuluyur elim, ay vətən. Gəzib dolaşdığım çiçəkli çəmən, yadıma düşdükcə odlanır sinəm. Səndən ayrılanda gənc qız idim mən, indi ağarıbdır telim ay vətən. İllərdir həsrətim bitmir ki bitmir, səndən qeyri məkan könlümə yatmır. Daha yuxuda da əllərim çatmır, axır gözlərimdən selim ay vətən. Pərvanənin ömrü sona yetişdi, o cənnət mahaldan aralı düşdü. Sənsiz heç bilmədim necə ötüşdü, mənim günüm, ayım, ilim ay vətən. İzin ver, qoynuna gəlim ay vətən. Vətən həsrətli, şairəmiz Pəri Rəncbərli, o gün olsun rəncbərliyə qovuşasan. Xalqımız qürurla baxır Ali Baş Komandana. Belə mərd oğullar 100 ildə bir gəlir cahana. Şanlı bir zəfərlə son qoyubdu qırğına, qana. Bax belə gücə qadirdir Azərbaycan ordusu. Açıbdı xarı bülbül, çiçəklənib xan Şuşamız. Səninkidir bu gözəllik, bu şöhrət şan Şuşamız. Nər oğullar veribdi sənin üçün can Şuşamız. Bax belə gücə qadirdir Azərbaycan ordusu. Ucalıbdır adım sanım, gəlib yenə xoş zaman. Torpağımın hər qarışı azad olub yağıdan. Müjdə gəldi Kəlbəcərdən, Qubadlıdan, Laçından. Bax belə gücə qadirdir Azərbaycan ordusu. Bax belə gücə qadirdir Azərbaycan ordusu.
Nazilə Şəmkirli. Buyur. Gözəldir hər şəhərin, hər elin, çəməndəki hər çiçəyin, hər gülün. Qəlblərə məlhəmdir öz ana dilin, sənə qurban canım, Azərbaycanım. Fəxr edir səninlə oğlun, qızın, əvəzsiz neymətdir çörəyin, duzun. Qışda da gül açır çəmənin, düzün, sənə qurban canım, Azərbaycanım. Nə qədər olsa da düşmənin yadın, hər vaxt zirvələrdə çəkilir adın. Yadlara əymədin heç vaxtı boyun, sənə qurban canım, Azərbaycanım. Layiqdir nə qədər yazsa qadına, qurban olum ocağına, oduna. Eşq olsun Azərbaycan adına, sənə qurban canım, Azərbaycanım. Getsək də dünyanın hansı yanına, öyünürük şərəfinə, şanına. Alqış qazandığın xoş devranına, sənə qurban canım, Azərbaycanım. Alqış qazandığın xoş devranına, sənə qurban canım, Azərbaycanım. Gözəl şairəmiz Elmira Mahal qızı. Buyur. Xəyalım pərvanə kimi, hey dolanır söz üstünə, otsuz, ocaqsız yanıram, kül yığılır köz üstünə. İçimdə fırtına, tufan, düşünməyə vermir aman, ilan tək qıvrılır zaman, baş qaldırır düz üstümə. Anlayan yox təlaşımı, axıdıram göz yaşımı, hey çırpıram üst başımı, toz yığılır toz üstünə. Göynədəcək sinə dağı, donmuş ürək oyuncağı, üşüyür könül otağı, qar yağıbdı buz üstünə. Gecə keçir, dan sökülür, ümidim ərşə çəkilir, can yorulur, bel bükülür, baş əyilir diz üstünə. Mən baxıram dönə-dönə, lala dönmüş bəlkə dinə, göz yaşlarım dənə-dənə cığır salır üz üstünə. Mahal qızı yatma, oyan, qaranlıqlar haqqa ayan, bu dünyaya sığışmayan, söz ucalır iz üstünə. Saz götürüm dastan yazım üstüne,
Şam üstünə min dastan yazıb layiqsən şeirə sözə kəndim layiqsən şeirə sözə kəndim kəndimiz 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 kəndim nə gözəldir nə qəşəngdir kəndim almalı heyvanlı narlı kəndim nə gözəl kəndimiz kəndim kəndimiz kəndimiz kəndim nə gözəldir nə qəşəngdir kəndim almalı heyvanlı narlı kəndim Kifayət Nemətabadlı bizə Qazaxıstandan gəlib Aşıqpər Məclisinin ən fəal üzvlərindəndir. O sıralarımızda olmasa da ancaq hər verilişimizdə, hər proqramımızda bildiyiniz kimi Kifayət xanımın ya şeiri səslənir, ya sözlərinə musiqi oxunur. Kifayət xanım bugün dincəlmək istəyir, uzaqdan gəlib yorğundur, deyir şeirimi siz səsləndirin. Kifayət Nemətabadlı deyir ki, Tanrı özü qoruyacaq əməlində düz adamı. Ehtibarda sınamışam, dost bilirəm az adamı. Bəzən dönür dayağına, bəzən də gür mayağına, əyir düşmən ayağına xar eyləyir biz adamı. Sözü bütöv, özü mətin, qazanıbdır el hörmətin, qəlbi coşub kifayətin. İndi olub söz adamı, indi olub söz adamı. İndi Aşıqpər Məclisinin bir şairəsinin Şamama Bilesvarlının şeirini Tərxanım xanım söyləyəcək. Vətən adlı bir kitabımız var bizim. Qoca tarix, dili ola, bir danışa bizimlə. Bir oturaq, bir dərdləşək. Onun ilə üzbəyüz, kaş ki biz oxuyaq. Onu kəlmə-kəlmə, sözbə-söz. Hər daşı, hər qayası yazılmış bir əsərdir. Hər əskəri, hər iyidi, qəhrəman, hünərvərdir. Vətənimin torpağının hər zərrəsi gövhərdir. Sürünərəm dağlarını addım-addım, dizbədiz. Koroğlusu, Babəki var, iti qılınc yer qanadlı. Mübarizi, mehdiləri, polad bilək, dəmir atlı. Milyonlarla oğulları, çox qəhrəman, şanlı, adlı. Dik baxdı düşmən gözünə, çəkinmədən gözbəgöz. Harda vardı belə ölkə, belə dövlət, belə el? Harda vardı belə şirin, belə gözəl, doğma dil? Bax bu cəmin vətənimdir, Azərbaycan elimdir. Qəhrəman torpaqlarını qarış-qarış, izbə-iz. Daha bir xanıma söz vermək istəyirəm. Bu xanım söz aşiqidir, gözəl qiraətçidir. Aşıqpər Məclisinin hər zaman yanındadır. Və hərdən deyir ki, mən niyə sizi çoxdan tanımıram? Mən elə bilirəm ki, Aşıqpəriyə gəlməkdə gecikmişəm. Gül xanım, siz gecikməmsiniz, elə vaxtında gəlmişsiniz. Təşəkkür edirəm. Gül Şirvanlı buyursun. Çox sağ olun Pərvanə xanım. Mən sizinlə fəxr edirəm. Gözlərim yol çəkir dağdan arana, şairlər vətəni, gözəl Şirvana. Hər daşı, qayası zinətdir ona, hünərlidir oğlu, qızı Şirvanı. Gözəllər nazından alışar, yanar, bəsirət gözündən qəlbin od alar. Təbiət qoynunda rübabın olar, odur kainatın gözü Şirvanı. Tükənməzdi onun sərvəti, varı, çiçəklərdir ətri, dərdin dərmanı. O, ər kişiləri gəl burada tanı, şirindir söhbəti, sözü Şirvanı. Aşıq Ağamurad aslan bağlasın, Aşıq Vüqar ustad yolun saxlasın, Aşıq Əli cəngi üstə çağlasın,
ana laylasıdır, sazı şirvanı. Günəşdən od alıb əlvahid özü, nuruna bələnib gecə gündüzü. İşıqlı həyatdır, dahilər sözü, xoşbəxtdir hər oğlu, qızı Şirvanı. Xoşbəxtdir hər oğlu, qızı Şirvanı. Buradan mən Aşıq Pəri məclisini izləyən bütün tamaşaçılara salam göndərirəm. Xüsusən istedadlı şairimiz Əlvahid Çaylını salamlayırıq və ona can sağlığı arzulayırıq.
Beləcə sazlı sözlü bir verilişimizin də sonuna yaxınlaşırıq istəkli tamaşaçılar. Çalışdıq ki, bugün də sizə gözəl bir proqram təqdim edək. Buna nə qədər nail olduq, bunu sizdən gələn zənglər və məktublar deyəcək. Sizə saz ömrü, söz ömrü arzulayıram. Sağ olun, sağlıqla qalın. İndi Sevil xanım ifa edəcəyi sözlərin də müəllifi Kifayət Nemətabadlıdır. Sevil xanım, buyur. Aşığı pərməzli, sindən ayməzli, sindən ayməzli, sindən ayməzli, sindən. Neçə pəri əlində saz, neçə pəri əlində saz, bu məclisdən edib, pərvaz edib, pərvaz edib, pərvaz edib, pərvaz. Boşalaşıb saz ilə söz, boşalaşıb saz ilə söz, aşığı pərməzli, sindən ayməzli, sindən ayməzli, sindən ayməzli, sindən. Bahar eşki yazır, hamı ne yazır, hamı ne yazır, hamı ne yazır, hamı. Kifayətin sözü hamı, kifayətin sözü hamı, aşığı pərməzli, sindən ayməzli, sindən ayməzli, sindən ayməzli. Sindən ayməzli, sindən ayməzli, sindən ayməzli.